Hörmətli dinləyicilər, sizi radyo teatrına dəvət edirik. Homerin İlyadası əsasında radyo tamaşa, tək-bətək. Söylə, ey ilahə, Peley oğlaq elləsin axeylərimin bəlaya düçar edən qəzəbindən. O qəzəb çox mərd ruhları attı aid aləminə. Çox yiğidin tənlərini yem elədi qurda quşa. O gündən ki Axelleslə hökm rəvan, Atrey oğlu Agamemnon bəhsə girib ayrıldılar düşmən olub bir-birinə. Yeyin ayaq Axilles sərt baxışlarla dedi ona. Hey bihəya, sənin bütün fikrin, zikrin qənimətdir. Bundan sonra axeylərdən kim sözünə baxar sənin? Kim savaşa gedər söylə, düşmənlərlə kim vuruşar? Bu Troya savaşına öz xeyrimə gəlmədim mən. Troyanlar mənə əsla bir yamanlıq etməyiblər. Onlar məndən nə bir inək, nə də bir at aparıblar. Mənim xoşbəxt, bol meyvəli fitiyamda onlar əsla əkinimi tapdamayıb. Aramızda sıx meşələr, uca dağlar, əngin, dərin, gür dalğalı dənizlər var. Yox, əsla, Agamemnon, sənin bir də Menilayın şərəfini qorumağa gəlmişik biz, ey it sifət. Sən də bunun əvəzində bizə nifrət bəsləyirsən. Hələ məni hədəliyir, qəhrəmanlıq göstərərək qazandığım qənimətə yiyələnmək istəyirsən. Mərd axeylər, hər şəhəri fəth edənlər heç bir zaman sənin qədər olmamışdır əsla mənim qənimətim. Bütün ağır savaşlarda bizə zəfər qazandıran bax mənim bu əllərimdir. Döyüşməkdən yorğun arğın düşərgəmə qayıtmışam. Daha bəsdir. Günü bugün gedirəm öz fitiyama. Sənə dövlət qazanıb da burada təhqir olmaqdansa, gəmilərə minib yurda dönmək 1000 qat xoşdur mənə. Keyfinə bax, qaçırsan qaç. Mən sənə yalvarmıram. Yolun açıq, buyur çıx geç. Çoxdur sənsiz burada qalan. Çoxdur mənim havadarım. Ən böyüyü, qadir Zevs. Sərkərdalar arasında ən çox səndən zəhləm gedir. Fikrin, zikrin döyüşməkdir, çəkişməkdir sənin ancaq. Düzdür, qoldan çox zorlusan. Bu da Allah vergisidir. Geç, dəstənlə gəmilərə minib rədd ol öz evinə. Geç, ölkəndə hökmünü sür. Qəm çəkmərəm səndən ötürü. Qəzəbindən qorxum yoxdur. İndi eşit mən deyəni. Səndən bir Seyid adlı qızı alacağam. Onda yaxşı bilərsən ki, zorda səndən üstünəm mən. Bir də mənə tay tutmasın özünü hər mənəm deyən. İbrət alıb, qoy mənimlə çəkişməkdən qorxsun hamı. Ey it gözlü, maral qəlbli, aç göz, paxıl, miskin əyyaş. Sən ki, heç vaxt xalqla birgə qanlı savaş meydanında rəşadətli igidlərlə pusqu qurub vuruşmağa əsla cürət etməyibsən. Qorxubsan öz ölümündən. Ey xalq malı yiyən hakim, sən alçaqlar padşahısan. Bugün sənin axırıncı kovudluğun olacaqdı. Ancaq bil ki, bir gün məni həsrətlə yad edəcəksən. Bərk savaşda qoç Hektorun zərbəsindən qoşunların dəstə-dəstə qırılanda yana-yana qalacaqsan. Ən qəhrəman axeysən, belə təhqir etdiyinə peşman olub, təəssüflə öz qəlbini didəcəksən.
hökümdar Agamemnon, bütün dünya karşısında seni rüsva edecekler yəqin ki bu axeylilər. At bəsləyən məşhur Argos diyarından ayrılanda söz vermişti hamı möhkəm milyonu dağıtmamış evlərinə dönməsinlər. İndi dönük çıxıb hamı, ağıl kəsməz körpələr tək, dözümsüz dul arvadlar tək, indi hamı ancaq evə qayıtmaqdan bıçıldaşır. Əlbəttə ki, çox məşəqqət çəkən evi arzulayar. Arvadından bircə ayda ayrı düşən, tufanlarda, boranlarda, körpülərdə bağlı duran gəmilərə həsrət dolu, hicran dolu nəzərlərlə baxıb yanar. İndi isə düz 9 il tamamdır ki buradayıq biz. Dik çanaqlı gəmilərin yanındaca həsrət çəkən bu axeyli igidlərdə heç bir təqsir görmürəm mən. Ancaq buradan qələbəsiz qayıtmaq da çox eyb olar. Ayaqsız düz deyir, qalxas fal açaraq belə deyib axeylərə. Ey uzun saç axeylilər, niyə belə susursunuz? Qadir Zevs olacaq bir hadisəni xəbər verir. Çox sürəcək bu savaşlar, çox böyük ad qazanacaq. İlan 8 bala ilə ananı da tutub yedi. Axeylər də Troyada bu qədər il vuruşacaq. Gen küçəli bu şəhəri 10-cu il alacaqlar. Onda belə dedi Kalxas. Doğru çıxır indi bu fal. Deyin görək, ey axeylər, indi qalaq ya qalmayaq. Adlı sanlı Troyanı deyin, alaq ya almayaq. Ey atamız ulu Zevs, ey Apollon, ey Afina. Onca nəfər belə aqil məsləhətçim olsaydı, mən Priyamın şəhərini çoxdan alıb dağıtmışdım. Onu çoxdan talayaraq eləmişdim yerlə yeksan. Bir əsir qız üstündə bərk söyüşdü Axilleslə. Təəssüf ki, mən hirslənib acı sözlər dedim ona. Əgər xoş bir fürsət düşsə, barışdıra bilsə bizi, Troyanı fəth etməklə ləngimərik bircə anda. Yaxşı, gedin nahar edin, sonra hərbə başlayarıq. Nizələri itiləyin, hazırlayın qalxanları, yeyin atlar bol yemlənsin, gərdunələr möhkəmlənsin. Hamınızın fikri, zikri, yalnız şanlı döyüş olsun. Yaxşı bilin, əsla dinclik olmayacaq bu savaşda. Ey atamız, ey idada hakim olan ulu Zevs, sən ey bütün kainatda hər bir şeyə şahid günəş, ey nəhrilər, ey hilə ilə andlarını pozanlara ən dəhşətli cəza verən yer altının Allahları. Şahid olun, qoruyun siz bu müqəddəs andımızı. Vuruşmada əgər Paris Minilayı öldürərsə, Yelena da onun olsun, gətirdiyi sərvətlər də. Biz də minib gəmilərə qaydaq öz yurdumuza. Yox, qumral saç mərd Minilay üstün gəlsə, onda gərək Troyanlar qaytarsınlar Yelena ilə sərvətləri. Bir də gərək onlar bizə ləyaqətli bac versinlər. Elə bac ki, nəsillərdən nəsillərə yad olunsun. Əgər Paris öldürülüb, Priyamla evladları ödəməsə bu and ilə şərt qoyduğum bac xəracı, onda zorla almaq üçün hərbə davam edəcəyəm. İşi başa vurana dək qalacağam bu ölkədə.
Mən indica o yel döyən İlyona qaydıram. Oğlum ilə Melalayın ölümdirim vuruşunu seyr etməyə daha yoxdur ürəyimdə mənim taqət. Bircə Zevsə, bir də başqa ululara məlumdur ki, bu amansız vuruşmada kim öləcək, kim qalacaq. Oğlum, Hektor, savaş meydanını tərk edib niyə gəldin? Yəqin bədqur Axeylilər sizi yaman sıxışdırıb. Gəlibsən ki, Akropolda əl qaldırıb ulu Zevsə dua edib ondan kömək istəyəsən. Elədirmi? Biraz gözlə, bir qədəh də bal tək şərab gətirim mən. Əvvəl Zevsin, uluların payını səp pak torpağa. Sonra isə özün də iç. Bunun xeyri olar yəqin. Yorğunlara şirin şərab ləzzət verər, qüvvət verər. Sən də yəqin vuruşmada əldən düşüb yorulubsan. Əziz ana, yox, sən mənə şirin şərab vermə hələ. Şərab məni sərməst edər, cürətimi alar əldən. Belə kirli əllərimlə Zevsə şərab səpmərəm mən. Qanlı tozlu əllər ilə şimşək saçan ulu Zevsə dua etmək bilirsən ki, layiq deyil, əziz ana. Sən yığ nəcib arvadları, tez apar o qurban sevən Afinanın məbədinə. Ətir saçan buxurdanla saraydakı peplosların ən böyük, ən gözəlini, özünə ən xoş gələnini götür apar o məbədə. Sal o gürsaç Afinanın dizlərinin üzərinə. Tez ol, daha ləngimə get, Afinanın məbədinə. Mən də gedib o Parisi, əgər sözə qulaq assa, dəvət edim, çıxsın o da qanlı savaş meydanına. Cürətin məhv edəcək səni yəqin. Nə oğluna, nə də mənə rəhmin gəlmir zərrə qədər. Çox çəkməz ki, mən yazığı bədbəxt edib dul qoyarsan. Axeylilər əlbir olub öldürəcək səni yəqin. Səndən sonra kimin vardır? Onda mən də öləm gərək. Sənsiz mən də bu dünyadan zövq almaram, gün görmərəm. Nə atam var, nə də anam. Tək tənhayam bu dünyada. Yeyin ayaq, zalim Ahil, kilik yanı dağıdanda. Yazıq qoca atamı da həlak etdi bircə anda. 7 doğma qardaşım da vardı mənim bir zamanlar. Hamı bircə gün içində girdi qara torpaqlara. Anamı da Artemida həlak etdi öz evində. Hektor, indi sən mənim üçün həm atasan, həm də anam. Mənim təkcə qardaşımsan, həm də gözəl, əziz ərim. İnsaf elə, gəl bizimlə, burada möhkəm qalada qal. Yetim qoyma uşağımı, mən yazıqda dul qalmayım. Bütün bunlar
məni də çox düşündürür əzizim bil. Ancaq burada qorxaq kimi hərdən kənar qalsam əgər, Troyalı arvad kişi hamı mənə tənə edər. Qəlbim buna yol vermir. Mən daim qorxmaz bir igid tək, Troyanlar arasında ön səflərdə vuruşaraq, həm özümə, həm atama şərəf, şöhrət qazanmışam. Bundan özüm xəbərdaram. Özüm də hiss etmişəm ki, bu müqəddəs Troyamız bugün sabah dağılacaq. Ancaq yenə nə sevimli Troyanın fəlakəti, nə də düşmən pəncəsində qoca atam Priyamın, əldən düşmüş əziz anam Hekubanın fəlakəti, bütün qoçaq igidlərin, dostlarımın, əqrəbamın dərdi mənə təsir etmir. İnan sənin dərdin qədər. Tunc geyimli bir axeyli səni burada əsir edib, göz yaşların axa-axa aparacaq, qul edəcək. Yad qadına iplik qumaş hörəcəksən, Argosda sən. Kəniz kimi Messeyada, Kiperiya bulağından yadlara su daşıyacaq, min məşəqqət çəkəcəksən. Ehtiyacdan hər əzaba dözəcəksən əsarətdə. Orada səni ağlar görüb deyəcəklər, bax, bu qadın Troyada igidlərin arasında ad qazanmış ən qəhrəman mərd Hektorun arvadıdır. Bu pis gündə, bu sözləri eşitdikdə sənin yaran qövr edəcək. Bu əzabdan qurtarmaq üçün salacaqsan məni yada. Səni belə əsir görmək, fəryadını duymaqdansa, ölüb qara yerə girmək mənə qat-qat xoşdur. İnan. Ey ulu Zevs, qəbul elə niyazımı, kömək elə. Əziz oğlum, el içində özün kimi igid, məşhur, qüdrətli bir hakim olsun İlyonda. O, döyüşdən qaydanda hər görən yad edib məni desin, öpdü atasını, qalib gəlsin düşmənlərə. Mehriban qadınım, sən bu qədər ürəyini üzmə nahaq. Kim öldürə bilər məni, taleyimdə yoxsa ölüm? Yox, taleydə ölüm varsa, bu dünyada cəsur, qorxaq, heç bir kimsə əvvəl-axır ondan xilas ola bilməz. Get əzizim, evimizdə işində ol, toxu, əyir, kənizlərə nəzarət et. Müharibə kişilərə, Troyada hamıdan çox mənə aid olan işdir. Hektor, indi bu meydanda biz təkbətək vuruşarıq. Onda özün görərsən ki, aramızda Səfdardan Şirrəyli Pelit kimi qəhrəmanlar var ya yoxdur. Hökmürevan Agamemnon Atreiddən küsüb, Axil gəmilərin qarşısında işsiz güçsüz dincəlsə də, aramızda onun kimi yiğidlərin sayı çoxdur. Səndən qorxan deyilik biz. Gəl vuruşaq, başla görək. Sən ey ellər hökmüdarı, Telamonid, Nəcib Ayaks, yetər artıq mənimlə bir uşaq kimi danışdığım. Savaşan yad arvadlar tək bu söz söhbət nəyə gərək? Döyüş, savaş işlərində
təcrübəm var, hünərim var. Dön qalxanı sağa sola oynatmağı bacarıram. Cürətim var, qüdrətim var qanlı savaş meydanında. Gərdunəmi atlıların meydanında çapdıraram. Əlbəyaxa vuruşunda ares rəqsi oynaram mən. Ancaq sən tək bir qocanı fürsət güdüb mən qəfildən öldürmərəm. Açıq aşkar vuruşaram. Dehal gəldi. Elə deyib qolaylandı, attı uzun nizəsini, 7 qatlı gön qalxanın üstündəki tunç qatını, güclü, qorxunç bir zərbə ilə düz hədəfə dəydi nizə. 6 qatı dəlib keçdi, tərkim oldu 7-cidə. Onda Allah getirməsi ayaqüstə cəld tərpənərək, qolaylanıb attı nəhəng nizəsini mərd Hektora. Gedib dəydi qorxunç nizə qəhrəmanın qalxanına, dəlib keçdi qalxanlı bir canda. Hektor yana sıçramaqla xilas oldu fəlakətdən. Hər ikisi nizələri atıb onda bir kənara, azğın, coşqun aslanlar tək, vəhşi, qızğın qabanlar tək, nərə çəkib bir-birinin üzərinə şığıdılar. Hektor vurdu mizrahıyla, mərd ayaqsın qalxanına, ancaq mizrah mis qatına dəyən kimi sındı ucu. Ayaq isə mizrahıyla deşdi onun qalxanının, Cuman Hektor birdən-birə sıçrayaraq döndü geri, mızraq çizmiş boğazını, qan axırdı yarasından. Ancaq birdən həm zəfsin, həm də fani insanların carçıları gəldi. Bunlar ikisi də ağıllıydı, igidlərə salarla ayırdılar. Müdrik carçı, Troyalı idey belə xitab etdi rəqiblərə. Bəsdi daha igidlər, yetər, daha vuruşmayın. Bulut yığan Zevs sizi eynən sevir, əzizləyir. İkiniz də qoçaqsınız, təsdiq edir bunu hamı. Artıq gecə yaxınlaşır, ona tabe olmaq gərək. Sən deyəni, indi gərək Hektor özü təkrar edə. Axı əvvəl o çağırıb axeyləri bu meydana. O başlayıb, o qurtarsın. O söyləsə, mən razıyam. Düzdür, Ayaks. Gəl bugünlük müvəqqəti dayandıraq vuruşmanı. Sonra yenə bu meydanda görüşərik, vuruşarıq. Daha gecə yaxınlaşır. Ona tabe olmaq gərək. İndi igid axeylərin gəmiləri duran yerə qayıdarıq. Şad edərsən bütün yaxın dostlarını. Mən də böyük Priamın şəhərinə qayıdaram. Şad edərəm məbədlərdə şərəfimə dua edən Troyalı kişiləri, uzun paltar qadınları. Ey Telamid, bir-birinə gəl hədiyə bəxş eləyək. Troyanlar keşikdəydi. Axeylərsə basılmağın ən qorxulu əlaməti bərk həyəcan içindəydi. Dərddən, qəmdən boğulurdu ən cürətli mərd igidlər. Uzaqlardan, Frakiyadan əsən Borey ya da Zefir balıq dolu dənizləri necə birdən coşdurarsa, nəhəng, qara dik dalğalar dağlar kimi ucalaraq, necə alt-üst eləyərsə dənizdəki yosunları, tunç geyimli axeylərin qəlblərdə bax belə idi. Sən ey nəcib, aqil igid, Layert oğlu mərd Odissey, sənin bütün sözlərinə açıq cavab verəm gərək. Əgər bütün dövlətini ya da bax bu qumlar qədər qızıl təklif etsə yenə, bilin Atrid, Agamemnon bir də mənim ürəyimi əsla ala bilməz hələ. Qızını da istəmirəm. Hətta o qız gözəllikdə, Afroditə ilə bəhsə, girişsə də əl işində, bayquş gözlü Afinaya tay olsa da, yenə mənə lazım deyil. Qoy axeylər arasında daha üstün, özünə tay adam tapsın.
ona versin öz qızını. Allahların köməyi ilə sağ-salamat evə dönsəm, atam Peley özü mənə layiq bir qız tapıb alar. Patrok, yəqin bizim Troyanı dağıtmağa, Troyalı qadınları əsir edib gəmilərə doldurmağa, yurdunuza aparmağa cəhd edirdin. Ah, o sarsaq! Mən özüm də Troyalı igidlərin arasında ölkəm azad yaşamaq üçün vuruşuram bu nizamla. Səni isə bu düzlərdə qarğa quzğun didəcəkdir. Ah, zavallı Axilles də sənə kömək eləmədi. Özü orada, səni bura göndərəndə yəqin deyib, get ey Patrok, igid qıran o Hektorun sinəsini iti qanlı nizən ilə dəlib həlak etməyincə bu gəmilər duran yerə qayıtmağa cəhd eləmə. Yəqin belə deyib, sən də maymaq kimi dinləyibsən. Ah, nə olar ki, öyün Hektor, Zevs ilə Feb Apollon sənə zəfər bəxş etdilər. Mənə isə məğlubiyyət. Onlar üçün bu çox asandır. Zirehimi soydu onlar. Yoxsa mənim qabağıma sənin kimi 20'si çıxsaydı, bu nisamlə hamısını ram edərdin. Bəd taleyin hökmü ilə məni əvvəl Feb Apollon, sonra Yeforb vurdu. Sənsə üçüncüsüsən. Mən də sənə bir söz deyim. Bunu özün yaxşı düşün. Bil ki, sənin öz ömrün də uzun deyil bu dünyada. Öz qüdrətli hökmü ilə ölüm artıq qarşındadır. Axillesin əlində sən mütləq həlak olacaqsan. Ey Zevsin getirməsi, mərd Antilox, bir bəri gəl. Əsla arzu olunmayan bəd bir xəbər deyim sənə. Ətrafına göz gəzdirib, yəqin özün bilibsən ki, Allah bizim danayları düçar edib fəlakətə. Troyanlar qalib gəlir. Axeyalı mərd Patroklu öldürüblər. Böyük bəla üz veribdir danaylara. Dostum, tez get, ordugahda o qəhrəman Axillesi xəbərdar et. O Hektor'a bərk qızsa da, inanmıram ancaq gələ. Ey şöhrətli Atrey oğlu, hökmüravan Agamemnon, mənə layiqli hədiyyələr ver ya vermə, öz işindir. İndi isə ancaq hərbin gedişindən danışaq gəl. Bu barədə fikrini de, uzun söhbət lazım deyil. Böyük bir iş natamamdır, çatmamışdır hələ başa. İndi yenə ön xətlərdə görərsiniz Axillesi, Tunç nizə ilə dağıdacaq Troyalı qoşunları. Sizlərdən də hər biriniz vurun, yıxın rast gələni. Ey mərd Axil, sən igidsən. Ancaq indi Axeyləri Troyalı qoşunlarla vuruşmağa ac qarına göndərmə gəl. Əgər Allah hər qoşuna eyni qüvvət versə, onda iki tərəf bir-biri ilə xeyli müddət vuruşacaq.
uzun çəkər belə savaş. Əmr elə ki, axeylilər gəmilərin qarşısında yeyib içsin, bu insana qüvvət verər, cürət verər. Hansı igid düşmənlərlə səhərdən ta axşamədək ac qarına vuruşmağa davam edib tab gətirər? Hətta ruhən möhkəm olub vuruşmağa cəhd etsə də, ac və susuz bədən özü ixtiyarsız gücdən düşər. Əli qolu süsləşərək ləng tərpənər ayaqları. Şərab içib möhkəm yemiş cəngavərsə, yorulmadan bütün günü düşmənlərlə vuruşmağa hazır olar. Qəlbi möhkəm, əl qolu da cəld tərpənər, gücdən düşməz. Hamıdan da sonra çıxar qanlı döyüş meydanından. Sən də yumşald ürəyini, mehriban ol ey Axilles. Agamemnon isə sənə ləyaqətli ziyafətlə ordugahda nə lazımsa, hamısını bol-bol versin. Ey Atreid, bil ki, sən də bundan sonra el içində daha adil tanınarsan. Hökümdar üçün incitdiyi bir adamla barışmağı əsla ayıb saymaq olmaz. Ey Laertid, sənin müdrik sözlərinə sevinirəm. Dediklərin hər barədə haqq sözlərdir, düz sözlərdir. And içməyə hazıram mən, qəlbim belə əmr eləyir. Yalan yerə and içmərəm. Axilles çox tələssə də xahişim var. Qoy gözləsin burada biraz, qalanlar da dayansınlar. Ordugahdan hədiyyələr gəlib çıxsın. Qayda ilə qurban verib təsdiq edək andımızı. Ey Odissey, mən bu işi ancaq sənə tapşırıram. Axeylərin arasından ən tanınmış gənclərdən seç. Axillesə vəd etdiyin hədiyyələr ilə birgə bizim gözəl qadınları gətir bura sən gəmidən. Ey Talfidi, sən də mənə bizim geniş ordugahdan bir qaban tap, qurban kəsim, Zevs ilə pak günəşə. Ey şöhrətli Atrey oğlu, hökmrəvan Agamemnon. Bu işləri hələ biraz sonraya da qoymaq olar. Qanlı döyüş meydanında qoy vuruşdan sonra biraz qəlbimdəki odlu qəzəb sərinləsin. Bir dincəlim. Qadir Zevsin köməyi ilə qoç Hektorun, nizəsi ilə həlak olan igidlərin cəsədləri meydanda ikən siz yeməyə çağırırsınız. Məncə gərək Axeyli mərd igidlərə əmr edək ki, vuruşmağa ac qarına girişsinlər. Düşmənlərdən qisas alaq. Sonra axşam ləzzət ilə yeyib içək ziyafətdə. Bu olmamış, öz dostumun cəsədinin qarşısında bir tikə də, bir damcı da keçməz mənim boğazımdan. Yox, indi mən nə yemək, nə də içmək deyil, ancaq ölüm və qan, ölən düşmən fəryadları istəyirəm. Əziz dostum, mərd Patroklu həlak edən həmin qoçaq. İndi daha bu meydanda ölmək vardır, dönmək yoxdur. Hektor, yaxın gəl, tez göndərim səni ölüm diyarına. Elə oğlu, məni sözlə qorxutmağa cəhd eləmə. Uşaq deyiləm ki. Mən də yaxşı bacarıram özgələrə lağ etməyə, acı sözlər söyləməyə. Bilirəm ki, sən güclüsən, azdır səndən mənim gücüm. Ancaq bütün nəticələr Allahların hökmündədir. Səndən zəif olsam da mən, bu nizəmlə bir zərbədə bəlkə həlak etdim səni. Mənim nizəm küt deyil ki. Deyib attı ona nizəsini. Ancaq bu an Pak Athena semalardan üfrərək o nizəni geri attı. Nizə gəlib düşdü yeni mərd Hektorun qarşısına. Axilles isə Hektoru tez həlak etmək məqsədi ilə alovlanıb, qıyvıraraq bərk şığıdı ona sarı. Ancaq bu an uzaq vuran Feb Apollon cəld bürüdü,
Mərd Hektor qalın duman pərdəsinə. 3 yolcumdu yeyin ayaq Mərd Axilles nizəsi ilə. Üçündə də boş havanı dəlib nizə hədər getdi. Ah ey köpək, bu dəfə də xilas oldun nəqd ölümdən. Az qalmışdı. Feb, Apollon səni yenə xilas etdi. Apollona yalvarırsan hər döyüşə çıxanda sən. Ancaq ölməz Allahlardan biri mənə yar olarsa, çox çəkməz ki, rastlaşarıq yenə, onda işim bitər. Hələliksə, qırım töküm hər kim çıxsa qabağıma. Necə quru bir meşədə yanğın coşub alışanda, bütün meşə alovlanıb odlanarsa bir canda, külək yayar, şulğayarsa coşqun alov hər bir yanı, eləcə də Mərd Axilles əldən izə, şıqyaraq qırıb tökür, qan axırdı yerdə sel tək. Necə kəndli bir xırmanda, yekə buynuz öküzləri sürən zaman öküzlərin tapdağında, ağ arpanın dənələri ayrılaraq hər tərəfə səpilərsə, eləcə də Axillesin atlarının tapdağında əzilirdi düşmənlərin leşləri ilə silahları, qan çilənmiş gərdunənin oxlarına, dəstəklərə, qan sıçrayır təkərlərdən, atlarının ayağından, Axilles də hey şığıyır, qanlı şöhrət qazanırdı. Əziz balam, Mərd Hektor, tək başına bürcdən kənar gözləməsən o hərifi. Çox çəkməz ki, axıl səni tələf edər. Çünki yaman güclüdür o. O zalimin pəncəsində neçə oğlum tələf olub. Ya öldürüb, ya da əsir tutub satıb yad ellərə. Təki sən sağ qurtaraydın Axillesin nizəsindən. Oğul, cəld ol, qaç qalaya heç olmasa, sən sağ qal ki, Troyalı cavanları qoruyasan. Telit atsan qazanmasın. Öz canına qıymana haq, qaç xilas ol. Oğul, mənə rəhmin gəlsin, əqlim uşum yerindədir. Nə bədbaxtam mən yazım. Ah, atam Zev son nəfəsdə nə bəd taley vermiş mənə. Ah, mən nələr görəcəyəm. Oğlanlarım həlak olur, qızlarım əsarətdə, evim yağma ediləcək, dil bilməyən körpələri amansızca qıracaqlar. Çırpacaqlar sərt daşlara, gəlinlərim axeylərə qul olacaq yad ellərdə. Özümü də öldürəcək, atacaqlar cəsətimi, öz qapımın ağzındaca o qan içən ac köpəklər, parça parça didişdirib, qapışdırıb yiyəcəklər. Oğul, Hektor, bunlara bax, anana rəhm elə bari. Bir zaman sən ağlayanda əmizdirib susturardın. Oğlum, bunu yadına sal. Gəl qalaya, burada vuruş. Tək başına dayanmasan o zalimin qarşısında. Əgər səni öldürsə o, cəsədini evimizdə uzandırıb matəm tutmaq bizə qismət olmayacaq. Cəsədini axeylərin gəmiləri qarşısında, düşmənlərin arasında ac köpəklər didəcəklər. Vay halıma, buradan qaçıb mən qalaya girsəm əgər, qorxuram ki, məndən alçaq biri dövmət edib deyər. Öz gücünə güvənərək xalqı bədbaxt etdi Hektor. Yəqin belə deyər hamı. Bundan isə xoşdur mənə tək başına vuruşaraq Axillesi həlak edim, ya da onun pəncəsində şan şərəflə
həlak olun. Öz canına, əziz ata-anana, gəl məni axey itlərinə yem eləmə, yalvarıram. Əvəzində atam-anam sənə bol-bol sərvət verər. Sən də qaytar cəsədimi, qoy evimdə, vətənimdə. Troyalı arvad kişi matəm qurub yaz tutaraq, od qalıyıb cəsədimi mərasimlə yandırsınlar. And verməsən, əgər coşqun qəzəbimə əməl etsəm, səni indi diri-diri doğrayaraq şiyyətini yiyəm gərək. Yox, Hektor, yox. Daha səni heç kəs xilas edə bilməz. Mənə 10 qat, 20 qat artıq hər cür dövlət, sərvət, hətta Qadir Dardanoğlu Priyam düzsən çəkidə xalis qızıl vəd etsə də, yenə anan öz evində məclis qurub sənə əsla yas saxlaya bilməyəcək. Aç köpəklər, vəhşi quşlar didəcəklər cəsədini. İndi səni tanıdım mən. Bildim nahal yalvarıram səni rəhmə gətirməyə. Dəmirdənmiş qəlbin sənin. Ancaq qorx ki, məndən ötürü Allahların qəzəbi ilə Parislə oxatan Feb nə qədər də güclü olsan, səni Skey qapısında bir gün həlak edəcəklər. Yarış çatdı başa. Axeylər də şam eləyib şirin-şirin yatmaq üçün gəmilərə dağılışdı. Yeyin ayaq Axeyles isə öz sevimli mərd dostunu yad eləyib ağlayırdı. Hər insanı ram eləyən yuxu getmir gözlərinə. Burnu xurdu yatağında. Girib qoca Priyam yaxınlaşdı Axeylesə. Qucaqlayıb dizlərini əllərindən öpdü bir-bir. O əllər ki boyanmışdı mərd oğlunun al qanına. Axilles Priyamı birdən görüb heyrətləndi. Orada hamı təəccüblə nəzər saldı bir-birinə. Priyam isə yalvararaq belə dedi Axillesə. Sən ey Allah sifət Axil, yad et əziz pir atanı. Mən tək o da qocalığın astanası ağzındadır. Bəlkə elə indi onun düşmən alıb dövrəsini. Heç kimsəsi yoxdur onu fəlakətdən qurtarmağa. Ancaq bilir, heç olmasa eşidir ki, sən dirisən. Buna qəlbən sevinərək daim ümid bəsləyir ki, İgid oğlu Troyadan bir gün yurda qayıdacaq. Mən bədbaxtsa, Troyada çox oğullar böyütmüşəm. Ancaq indi bircəsi də qalmamışdır bu dünyada. Axeylilər gələn zaman 50 oğlum vardı mənim. 19'u bir anadan doğulmuşdu. Qalanları başqa arvadlarım doğmuşdular sarayımda. Zalim Ares çoxlarını savaşlarda həlak etdi. Bircə Hektor qalmışdı ki, Troyanı tək başına qoruyardı. Onu da sən həlak etdin bu günlərdə. Mən onun üçün gəldim Axey gəmiləri qarşısına. Bol fidyə gətirmişəm cəsədini almaq üçün. Rəhm et, Pelid, Allahlara hörmət elə. Öz atanı yadına sal. Ondan artıq layiqəm mən mərhəmətə. Heç bir insan edə bilməz bu işi ki mən edirəm. Öz oğlumun qatilinin əllərini öpürəm mən. Ey bədbəxt, nə bəlalar çəkib sənin dərdli başın.
Söylə, bizim ordugaha neçə mərd oğlunu həlak etmiş bir adamın qarşısına nə cürətlə gələ bildin sən ey qoca? Dəmirdənmiş qəlbin sənin. Bir sakitləş, otur, dincəl. Hər nə qədər acı olsa, dərdimizi qəlbimizdə pünhan edək, gizli qalsın. Ulu Zevsin sarayında 2 nəhəng saxsı küp var. İçi dolu, biri bədbəxt, biri xoşbəxt hədiyyələr. Zevs onları qarışdırıb bəxş etdiyi fani insan hərdən bədbəxt, hərdən xoşbəxt olur dünya həyatında. Ancaq bədbəxt hədiyyələr qismət olan insan isə yurd yuvasız, həqarətlə aclıq çəkir bu dünyada. Dözümlü ol, dərdlə, qəmlə üzmə əbəs öz canını. Oğlun üçün dərd çəkməyin bir faydası yoxdur daha. Ölən bir də dirilməz, sən öz canının qalhayına. Yox, hey Zevsin sevimlisi. Hələ Hektor məzarda yox, quru yerdə yata-yata mən oturub dincəlmərəm. Tez ver onu gözüm görsün. Özü də get gətirdiyim hədiyyəni qəbul elə. Qoy sən mənə aman verib, gün işığı görməyimə müsaidə etdiyin üçün vətəninə qaydarkən bunlar sənə şadlıq versin. Bəsdir! Mənim bu cəfakeş ürəyimi coşdurma gəl. Yoxsa burada bir diləkçi olmağına baxmayaraq Zevsin əmri xilafına sənə aman vermərəm bil. Gül yanaqlı Eos erkən seyrə çıxdı asmana. Xalq axışdı mərd Hektorun yandığı o tonqalgaha. Hamı gəlib toplaşandan sonra əvvəl tünd şərabdan səpə-səpə, orada-burada qalıb hələ közərişən odu tamam söndürdülər. Qardaşlarla dostlar isə acı-acı ağlaşaraq, göz yaşları tökə-tökə qızıl bir qutuya kemikləri topladılar. Həmin saat onu orada qoyub dərin bir məzara, üstünə də nəhəng, ağır sal daşları sıx düzdülər. Sonra uca bir təpə də qaladılar üzərinə. Keşikçilər qoydular ki, düşmən baskın eləməsin. Dik təpəni tez qalayıb sonra hamı dağılışdı. Daha sonra Ulu Zevsin yetirməsi Priamın sarayında təmtəraqlı ziyafətə toplaşdılar. Siz Homer'in İlyadası əsasında radyo tamaşanı dinlədiniz. İştirak edirdilər Əli Zeynalov, Məhluqə Sadıxova, Sadıq Hüseynov, Əminə Yusif qızı, Səməndər Rızayev, Həsən Əbluc, Əl-Abbas Qədirov, Rasim Balayev, Hacı İsmailov, Mikail Mirzəyev. Tamaşanın rejissoru Ziyafət Abbasov, səs rejissoru Aydın Əzimov, musiqi tərtibatçısı German Kurupkin, səs operatoru
Elçin Kərimovdur. Dinlədiyiniz tamaşa 1973-cü ildə lentə alınıb.